Kadın evlenmeyebilir mi? Evlenmeyebilir. Asıl icazəlidir. Ama məsləhət deyil. Yani bir kadın zövcə şəhid olubsa, onunla cənnətdə beraber olmaq istəyirsə, Allah Resulünün zövcələrindən xaric heç bir kadın öz zövcəsini gözləməyibdir. En xeyirlilərin zövcələri, Əbubəkirin zövcəsi evlənib, Ömərin zövcəsi evlənib, Alinin zövcəsi evlənib, diğer xəlifələrin, Xalid bin Vəlidin zövcəsi evlənib və diğer sahabələrin, o evlatlarının zövcələri öz zövcələrini istəyir dünyasını dəyişsin, istəyir dünyadan köçsün, şəhid olsun savaşda. Ondan sonra olan zövcələrinlə nə ediblər? Yəni evləniblər yəni. Yəni bu sahabələrin və onlardan sonra gələnlərin ən xeyirlilərinin yolu budur. Ama evlənərkən qadın vəlisiz evlənməsin. Özünə müsəlmanlar içərisində dürüst bir vəli seçsin. Yani telefonda tanımadığı, bilmədiyi bir adamlarla tanışıb, Instagramda, Facebook'ta tanımadığı, bilmədiyi bir adamla tanışıb evlənməsin. Yani kadın veya kişi tanınmalıdır. Kişi tanıdığı bir kişi ilə Müslümanların ətrafında bilinen kişilərlə evlənməlidir. Və kadın əgər evlatları varsa, bu sefer evlənmək onun üçün 2 qat hem çətin olur, hem de vacib olur. Niye vacib olur? Evlatları için yaxşı ata axtarmalıdır. Yani uşaqları balacadırsa özellikle onları güzel terbiye verecek, iman verecek, İslam öğretecek bir ata axtarmalı. Yani uşaqları olan bir kadın hem özünü hem uşaqlarını düşünməli. Yani sadece özünü düşünməli değil yani. Yani onun mesela bazı kişiler var, bu günləri Allah ıslah eləsin, söz verirler ki mən sənə da baxacağım, evladına da baxacağım deyir. Ama evlənəndən sonra deyir ki uşağımı istəmirəm, göndər atasının yanına, göndər anasının yanına, o uşağına baxmırlar. Yani bu belə bir adamlar, yani belə deyim ki əxlaqsız ve vicdansız insanlardır. Buna göre kadın evlənərkən dürüst insanlar seçməlidir ki, bu məni boşanmaz, mənim uşaqlarıma tərbiyə verər, iman verər, zikir məclislərini aparar, mənim uşaqlarıma öz uşaqları kimi davranar deyə kişilər seçməlidir. Yəni öz şəhvətinin qurbanı olub, öz nəfsinin qurbanı olub, yəni kimin ağlına gəldi, nədir onu inşallah seçməməlidir.